Salam dostlar. Bugün may ayının 11'idir. Size balaca bir bağça düzeltmişəm, onu göstermek istedim. Ben evvelki videolarımda YouTube'da geniş saham var idi, geniş hayatım var idi. Orada öz bağımı, bahçamı gösterirdim. Şimdi balaca bir bahçam var. Hemen o hayat, o geniş hayat məndə yoktu. Fikir verin, bu benim güllerimdir. Bu da bilmirəm, oradan görmüşsünüz. Şimdi bu şumları ki saxlamışam, bunlara tərəvəz bitkiləri, pomidor, xiyar, biber əkəcəyim. Bu da ki mənim böğürtkenlərimdir. Çiçək açırlar. Bu böğürtkenlər əslində buralarda da çiçək açmalıydılar. Mən bunları azbotanikdən alıb gətirmişəm bura, Bilgətdən alıb gətirmişəm. Ama orada bunlar yerləşirdilər Parnikdə. Ama gətirdim açıq sahaya. Bu hissələr artıq örgəşiblər, o kadar da yok. Ona göre de indi təzədən buradan kol vururlar inşallah. Mən bunları deməli mənim bu kiçik bağçam bu vəziyyətdədir. Allah hamının bağçasına bərəkət versin. İndi üzüm əkmişəm, bunları da size göstermek istedim. Bu üzümləri talvar vurmalıydım. Deməli, evdə uşaqlar razı olmadılar, dedilər, yarpaq tökülür, nə bilim nə olur. Ona görə də fikir verin. Deməli, burada belə dirəklər vurdum, dəmir dirəklər. Dirəklər vurandan sonra bunları məftil çəkdim, həmin məftilə bağlamışam. Bu çiçək qruplarını da görürsünüz hamısında. Bunların bir dənə gözündən 3-4 dənə, deməli burada 2 dənə var, indi birini kopardıram, bax belə. Bu ayrıydı, bunu kopardım. Deməli, burada 2-3 dənə deməli çiçək qrupu açılmışdı. Mən birini kopardıram. Ola bilsin ki, bunların da bəzisini kopardım ki, çox qalın olmasın. Üzümün bir xasiyyəti var ki, qalın olanda həm xəstəliyi tez tutulur, həm də ki, bu tənəyi mən keçən il əkmişəm də, istəmirəm bu çox gücə düşsün. Ona inşallah bu yetişəndə sizə göstərərəm. O divarın üstündə bu cür, bunun üçün şərait qurmuşam. Bu cür. İndi bunun dibinə fikir verin, mən necə mulçalamışam. Bunun dibində bunlar adi bənövşələrdir. Görürsün nə qədər qalxıb. Deməli bu mulçanı ya əvəz edib, yəni ki bu üzümlərin köklərini güneşten muhafaza etmek için bu bənövşələri əkmişəm. Bənövşələrdəki bu şəkildədirlər. Burada da bir dənə alaq var, bunu da çıxardım. Bax belə, mənim kiçik bağçam bu şəkildədir, qardaşlarım. İndi mənim o geniş həyat bacam demək olar ki, artıq yoxdur. İndi belədir də, ömür keçir, həyat davam eləyir, yaş ötür. Mənim artıq işləmək gücüm yoxdur deyən əziz izləyicilərim, ona görə də sizə videoları ona görə təqdim edə bilmirəm ki, mənim artıq həyat bacada demək olar ki, güclə gəzirəm. Demək olar ki, mənim gücüm tükənib, həm yaş ötüb, həm də ki, belə də. Ama sizi de unutmak istəmirəm. İstəyirəm ki, imkan kadar mən nə qədər ki, bu bitkisiliği inkişaf eləmək istəyirəm, onu siz də görəsiniz. Məqsədim odur. Daha başqa məqsədim yoxdur. Aziz qardaşlarım, deməli burada da bu avatar sortudur. Bunu deməli o üzümün 2 yaşı var. Bu üzümün 2 yaşı var, Veles sortudur. Ama bu sort isə bu avatar sortudur. Bunun 1 yaşı var. Ona göre de bunda çiçek grubu yoktur. Fikir verin. Bunu 2 qanat eləmişəm. Bir qanat buradadır. Bir qanat da buradadır. Deməli Allah'ın köməkliyi ilə gələcəkdə məhsul verəcək ya qismət. İndi qismət olsa bizə inşallah onun məhsulunu görəcəyik. Bu da ki güllərimizdir. Fikir verin, bu güller tərtəmizdir. Bunlara necə dərman çiləmişəm. Dərman da ki, mənim YouTube'da videolarım var. Sarımsaq suyudur, əzmişəm.
bir gün 1 litr, deməli 5 diş sarımsaqdır. 2 litr suda əzmişəm. Bir gün saxlayandan sonra onu süzüb bunlara verirəm ki, bunlar deməli bu kənar haşeratlardır, bunlar yarpaq bitləridir, bənənələrdir, olmasın. Mənim deməli bu kiçik bağçamı sizə göstərdim. Sağ olun, salamat qalın. Allah sizin də bağınıza, bağçanıza bərəkət versin. Sağ olun.